Əziz dinləyicilər, efirimizin bu əsnasında istərdim ki, may ayında dünyada və Azərbaycanda baş vermiş tarixi hadisələr haqqında məlumatları diqqətinizə çatdırım. May ayı bəşər tarixində dönüş nöqtələri, qələbələr, faciələr və mühüm qərarlarla zəngin dövrlərdən biridir. Əvvəlcə bu ayda dünyada baş verən hadisələr barədə məlumat vermək istərdim. Belə ki, 9 may 1945-ci ildə İkinci Dünya Müharibəsinin Avropada başa çatması elan olundu. Həmin gün faşizm üzərində qələbə günü kimi tarixə düşdü. Mayın 1-də dünyada beynəlxalq əmək günü kimi qeyd olunur. Bu tarix işçi hüquqları uğrunda mübarizənin simvoludur. 29 may 1453-cü ildə İstanbulun fəthi baş verdi. Sultan II. Məhməd rəhbərliyində Osmanlı ordusu Bizans imperiyasına son qoydu. 1961-ci il mayın 5-də Alan Shepard kosmosa uçan ilk Amerikalı oldu. Bu hadisə kosmik yarışın mühüm mərhələlərindən biri idi. 14 may 1948-ci ildə İsrail dövlətinin yaradıldığı elan edildi və bu yaxın şərqdə uzun müddətli siyasi gərginliyin başlanğıcı oldu. Bəs may ayında Azərbaycanda hansı mühüm hadisələr baş verib? Əziz dinləyicilər, indi isə bu haqda tarixi faktları diqqətinizə çatdırıram. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi baş verdi. Bu, müsəlman şərqində ilk demokratik respublika idi. 10 may 1923-cü ildə ümumilli lider Heydər Əliyev anadan olub. Müstəqil Azərbaycanın xilaskarı və memarı olan Ulu Öndər Azərbaycanın müasir dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb. 8 may 1992-ci ildə Şuşanın işğalı baş verdi. Bu hadisə Qarabağ müharibəsinin ən ağrılı səhifələrindən biri kimi yadda qaldı. 1994-cü ilin may ayında Bişkek atəşkəsi imzalandı və 1-ci Qarabağ müharibəsində atəşkəs əldə olundu. 2021-ci ilin may ayında Şuşa bəyannaməsi imzalandı. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini daha da gücləndirdi. Dəyərli Ordunun Səsi Radiosunun dinləyiciləri, may ayı tarixdə həm azadlıq, həm mübarizə, həm də dövlətçilik baxımından mühüm izlər qoyulmuş hadisələrlə yadda qalır. Bu ay bizə göstərdi ki, tarix yalnız keçmiş deyil, o bugünümüzü və gələcəyimizi formalaşdıran ən güclü amillərdən biridir.